Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz tələbələr, əziz Quran sevərlər. Biz sizinlə keçən dərsimizdə 3-cü dərsə qədər keçdik. İndi isə 4-cü dərsimizə başlayırıq. Biz keçən dərsdə sin hərfi ilə tamamladıq. İndi isə sin hərfinin oxşarı şin hərfi ilə dərsimizə davam edirik. Sin və şin hərfləri eyni yazılışdadır. Yalnız nöqtələri ilə seçilir. Sin hərfinin heç bir nöqtəsi yoxdur. Şin hərfinin isə üzərində 3 nöqtəsi vardır. Sad və dad hərfləri qalın hərflərdir. Sad hərfi, dad hərfi eyni yazılışdadır, ancaq nöqtələri ilə seçilir. Sad hərfi heç bir nöqtə qəbul etmir. Dad hərfinin isə üzərində bir nöqtəsi vardır. Sonra isə ta, qalın ta hərfidir. İndi isə bunların sərbəst, başlanğıcda, ortada və axırda olan yazılışlarına baxaq. 4 hərfin hər biri 4 şəkildə yazılır. Birinci sərbəst formaları, sonra əvvəldə başlamaq forması, sonra ortada, sonra isə axırda. Bunlar həm əvvəldə, həm sonda birləşən hərflərdir. Demək biz bura qədər öyrəndiyimiz hərflər bunlar oldu. Əlif, bə, tə, fə, cim, hə, xa, dəl, zəl, ra, zeyn, sin, şin, sad, dad, ta hərflərini öyrənmiş olduq. Sağ olun, gələn dərslərə qədər.